22-ci sınaq. Bir canlının diploid hüceyrəsində olan kromosom və genləri aşağıdakı kimidir. Buna görə bu canlıda verilənlərin bərabərliyi necə olar? Gen sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Gen sayı 10 dənədir. Kromosom sayı 1, 2, 3, 4, 5, 6 dənədir. Homoloji kromosom cütünü 1 cüt, 2 cüt, 3 dənədir. Krassingover getmədən əmələ gətirə biləcəyi qametlərin növ sayı 2 növ, 1 növ, 2 növ. Bu da 4 dənədir. Çünki bunlar 2 növ qamet verir. Bunlar y eyni olduğuna görə 1 növ qamet verir. Bu da böyükdür və kiçikdir 2 növ. 2-ni də vuram 2, 4 növ qamet oldu. İndi baxırıq. Ən çox təbii ki gen sayıdır. Ən çox gen sayını 1-i yazıram. Sonra 2-ni yazıram. Sonra 4-ü yazıram. Sonra 3-ü. Deməli, buradan homoloji kromosom cütünün sayı deyir. 1 cüt, 2 cüt, 3, 4, sonra 3. Doğru cevabımız oldu. Hansı? Y variantı. 10 dənə bu oldu. 6 dənə bu oldu. 3 dənə bu oldu. 4 dənə bu oldu. Keçdik ikinci sualımıza. Aşağıdakı nəsil ağacında 1 və 2 ilə 3 və 4 eyni yumurta əkizləridir. Buna görə aşağıdakı fikirlərdən hansının doğru olduğunu mütləq deyil. İndi gəlin baxalım. 5 və 6 nömrəli fərdlərin qan qrupları eynidir. 5 və 6 nömrəli fərdlərin qan qrupu həmişə eyni ola bilməz. Nə olsun ki, demək olar ki, eyni atanın və eyni ananın övladları. Çünki əkiz bacıları, əkiz qardaşlarla ailə həyatı qurubdur. Misal üçün, yəni əkizlərin, bacıların əgər qan qrupları 4-cü qan qrupu olarsa, məsələn qardaşların da qan qrupları 1-ci qan qrupları olarsa, onda bunların övladları həm 2-ci qan qrupu, biri də digərində qan qrupu, tutaq ki, deyək ki, nesə 3-cü qan qrupu ola bilər. Yəni bu mütləq deyil, bu getdi. Bir nömrəli fərddə homozigot dominant olan bir əlamət 6 nömrəli fərddə üzə çıxır. Birdə homozigotdursa, demək ki, bu ikidə də eyni əlamət homozigotdur. Baxın, əgər bir nömrəli fərddə dominant bir əlamət varsa, eyni yumurta əkizləri olduğuna görə, demək o əlamət ikidə də var. Həmin əlamət ikidə də varsa, təbii ki, 6 2-nin övladı olduğuna görə və bu əlamət dominant olduğuna görə burada üzə çıxa bilər. Bu doğru fikirdir. 3 və 4 nömrəli fərdlərin əmələ gətirəcəyi bütün qametlər də genotip növü eynidir. Xeyr, eyni deyil. Məsələn, 3 və 4 ola bilər ki, böyük ya kiçik olsun, o da böyük ya kiçik olsun. Bütün qametlərdə deyir, genotip növü eynidir. Xeyr, bütün qametdə genotip növü eyni deyil. Böyük A ola bilər və kiçik A ola bilər. Bu da yanlış fikirdir. 2 nömrəli fərd, bu yəni 5 və 6 nömrəli fərdlərlə nüvə genləri baxımından eynidir. Nüvə genləri baxımından yox, nüvə genləri baxımından yox. Amma desəydi ki, bizə, nə bilim, tutaq ki, mitoxondri DNT-sinə görə, mitoxondri geninə görə, onda bunu götürə bilərdim. Bu da doğru fikir deyil. Bizə də burada yanlışı soruşur. Yanlışı soruşuna görə də 1, 3 və 4-ü doğru cavab C variantı götürəcək. Baxaq növbəti sualımıza. Nüvə genlərinə görə niyə götürə bilmədik? Necə? Nüvə genlərinə görə niyə götürə Nüvə bilmədik? genlərinə görə hər dəfə eyni atanın, eyni ananın övladlarının qan qrupu eynidir sözü deyə bilərsən. Hər dəfəsində ehtimalda təsadüfən xromosomlar qütbə çəkilir deyə heç bir zaman bunlar eyni ola bilməz. Yəni həmişə. Bu o demək ki, mənim atam, anam eynidir. Mənim bütün qardaş bacılarım hamımız bir-birimizə oxşayacaqmı? Oxşamırıq axı, fərqlənərikdə bir-birimizdən. Yəni genotipləri fərqlidir. Bəli, genotipləri fərqlidir. Bir canlı 5 müxtəlif əlamətə görə maksimum 8 növ qamet əmələ gətirir. Bu o deməkdir ki, üçünə görə heterozigotdur. Böyük ya kiçik ya, böyük B, kiçik B, böyük C, kiçik C. İkisinə görə homozigotdur. Amma necə homozigot?
Əmələ gələn qametlərin minimum neçə növü? Minimum dediyinə görə mən digərlərini də dominant götürmək məcburiyyətindəyəm ki, dominant götürmək məcburiyyətindəyim. Bu 7, 8 növ qametin ən azı bir dənəsi bütün əlamətlərə görə homozigot olsun və dominant homozigot olsun. Yəni böyük A, böyük B, böyük C, böyük D, böyük Y-dir. Bu ümumiyyətcə özündə resessiv əlamət daşımayacaqdır. Deməli, yerdə qalan 7 növ isə özündə ən az bir dənə də olsa resessiv əlamət var. Məsələn, 2 dənəsi nümunə çəkəcəm. Tutaq ki, kiçik A, böyük B, böyük C, böyük D, böyük Y. Bu biridir. Bax, görürsünüz, resessiv əlamət var. Lap birini də yazım. Kiçik A, kiçik B, böyük C, böyük D, böyük Y. Görürsünüz, resessiv əlamətlər var. Bundan başqa, birincidən başqa yerdə qalan 7 dənə digər qametdə ən az bir dənə də olsa resessiv əlamət var deyə resessiv əlamət daşıyır. Minimum dediyi üçün mən bunu belə götürdüm. Desəydi ki, maksimum, o zaman elə bu böyük D-lərin yerinə bir dənə kiçik D yazsaydım, əmələ gələn 8 qametin 8-ində də kiçik D olsaydı, onda hamısında resessiv gen olmuş olardı. Bu mənə minimum neçə növü dediyinə görə bunları böyük götürdüm. Ona görə doğru cavabımız 7 olmuş olacaqdır deyirsiniz burada. Üçüncü sualda cavab B məndi. Dördüncü sual. Aşağıda 1 və 2 nömrəli bənmiş 2 fərqli hüceyrə verilmişdir. Və bunların da xromosom üzərində bəzi genlər bildirilir. Xromosom sayı aşağıdakının hansında doğru verilmişdir. Baxırsınız, burada təbii ki, alel genlər üzbəyüzdə demək homologi xromosomlardır. Yəni, bunun diploid dəstidir. 2N-i bərabərdir 1, 2-yə. 2N-i 2-dir burada. Yazıram. 2N bərabərdir 2-yə. Burada isə homologi xromosomlar deyil. Homologi xromosomlar olmadığına görə də bu ayrıca 1, bu da ayrıca 1. Yəni, haploid dəsti N bərabərdir. Buradan 2-yə. Bu bir xromosom, bu da bir xromosom. Hə, burada kiçik D olsaydı, burada T olsaydı, buna da 2 yazardım. Amma burada təbii ki, ayrı-ayrı xromosomlardır. Haploid dəsti bildirir. N bərabərdir 2 yazdım. 2N bərabərdir 2, N bərabərdir 2. Yəni, doğru cavab D variantı olmuş olur. 5-ci sual. Aşağıdakı nəsil ağacında autosom resessiv bir əlamətə malik olan fərdlər rəngli verilmişdir. Buna görə X-in yerinə deməli, oğlan, sağlamın əmələ gəlməsi ehtimal neçədir? Təbii ki, valideynlər əgər xəstədirsə, bu sağlam olan fərdlər mütləq şəkildə heterozigotdular. Mütləq şəkildə heterozigotdular. O zaman 2 dənə heterozigot fərdi çarpazlaşdırırım. Alınır böyük A, böyük A, böyük A, kiçik A, böyük A, kiçik A və kiçik A, kiçik A alınır. Sağlam soruşur məndən. Sağlam olması üçün 4-ündən 3-ü sağlamdır və bir də bunun oğlan olması üçün də 2-də 1-ə vuracam. O da bərabərdir 8-də 3 ehtimal. Cavab D variantı olmuş olur. 5-ci suala. Keçdik indi 6-cı sualımıza baxırıq. İnsanda aid verilən hüceyrələrdən hansı alel genlər üçün yalnız birinə malikdir? Qaraciyər hüceyrəsi 2N-dir. Yetkin heterositdə yoxdur. Spermatozoid N-dir. Ana yumurta hüceyrə 2N-dir. Yumurtalıq hüceyrə 2N-dir. Deməli, doğru cavabımız haploid olması lazımdır. Bu da C variantı olur. 7-ci sual. Aşağıda 4 fərqli uşağın qanına anti-A, anti-B, anti-RH damladıldıqda verdiyi reaksiya göstərilmişdir. İndi birinci uşağa baxırıq. Anti-A damladırıq, çökmə var. Anti-B ilə anti-R damladıram, çökmə yoxdur. Tamam mı? Bu nə deməkdir? Anti-A-nı damlatdım, çöktü. Deməli, burada A var. Amma
B-ni damlatdım, çökmədi. Demək, B-si yoxdur. RH da vurdum, bu da çökmədi. Demək ki, bu A, RH, A, RH nədir? Mənfidir, birinci şəxs. Keçdik ikinci şəxsə. A damlatdım, çökmədi. B damlatdım, çöktü. Və RH damlatdım, çöktü. Deməli, bu B, RH müsbətdir. Üçüncüyə A damlatdım, çökmədi. B damlatdım, çökmədi. RH damlatdım, çöktü. Və bu birinci qan qrupu müsbətdir. Bu isə hər üçünə görə çöküb. Deməli, dördüncü qan qrupu müsbətdir. Bu uşaqlardan hansıları AB, RH müsbət və O, RH müsbət qan qrupuna malik valideynlərdən meydana gələ bilər. Dördüncü qan qrupu ilə birinci qan qrupundan yalnız 2 və 3 dünyaya gələ bilir. İkinci və üçüncü qan qrupu uşaqlar dünyaya gələ bilir. Biz də baxırıq. İndi buradandır. Hansılar dünyaya gələ bilər, hansılar dünyaya gəlməz. Baxın. 2-dir, 3-dür. Bunlar dünyaya gələ bilər. Amma 1 ilə 4 dünyaya gələ bilməz. Ona görə doğru cavabımız Y variantı olmuş olur. 8-ci sual. Genotipi olan bir canlı aşağıdakı hansı genotipli fərdlə çarpazlaşdıqda bütün əlamətlər üzrə heterozigot fərdlərin əmələ gəlmə ehtimalı ola bilər. Baxırıq. Təbii ki, burada kiçik B, kiçik B'dir. Burada kiçik B, kiçik B'dir. Burada mümkün deyil. Bu getdi. Burada böyük C'lər var. Burada böyük C'dir. Burada heterozigot əmələ gələ biləcək. Bu da getdi. Kiçik B'lər var. Burada kiçik B'lər var. Heterozigot, məsələn, böyük B, kiçik B əmələ gələ bilmir. Bu da getdi. Bunun kiçik A'sı var, bunun böyük A'sı var. Bunun böyük B'si var, bunun kiçik B'si var. Burada kiçik C var, burada böyük C var. Burada kiçik Y var, burada Y var. Bəli, burada bütün əlamətlərə görə heterozigot olan fərdlər dünyaya gələ bilir. Keçək 9-cu sualımıza. İnsanlarda quyruq uzunluğunu müəyyən edən 3 cüt gen vardır. Bu genlərin resessiv olanları 2 santimetr. Dominant olanları ise 3 santimetrdir. İndi buradan mən baxıram şərtə. Təbii ki, bununla bu çarpazlaşarkən alınır böyük A, kiçik A, böyük B, kiçik B və böyük C, kiçik C. Çarpazlaşır. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C ilə çarpazlaşdırır. F2 nəslində 13 santimetr quyruğa malik olanlar. Baxın, kiçiklərin hər biri 2 santimetrdir. Böyüklərin də hər biri 3 santimetrdir. Məndə də 13 santimetrliyin əmələ gəlməsi üçün sadəcə bir əlamətə görə, baxın, bir əlamətə görə heterozigot olmalıdır, qalanlarına görə resif olmalıdır. Yəni, böyük A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C olmalıdır. Kiçik A, kiçik A, böyük B, kiçik B, kiçik C, kiçik C olmalıdır. Kiçik A, kiçik A, kiçik B, kiçik B, böyük C, kiçik C olmalıdır. Üçündən biri olmalıdır burada. Tamam mı? Biz bu iki fərdin çarpazlaşması nəticəsində 1, 2, 3, 4 üstü 3 qısa gedəcəmsə, cəmi 64 dənə kombinasiya alınır. Bunların da hər birindən bir əlamət heterozigot olduğuna görə 2 dənədir, 64-də 6 alınır. Dişi dediyinə görə də 2-də 1-ə vururam. O da bərabərdir 128-də 6-ya. Bu da ixtisar gedəndə eləyir 64-də 3 cavab. Cavab A bəndi. Bu bir üsul. Digər bir ikinci üsulu da sizlə bərabər bölüşəcəm. Gəlin bunu da bərabər eləyəyin. Demək, A-ları götürüb çarpazlaşdırıram.
Böyük A kiçik A ilə böyük A kiçik A-nı çarpazlaşdırır, alınır. Böyük A, böyük A, böyük A, kiçik A, böyük A, kiçik A və kiçik A, kiçik A. B'ləri də çarpazlaşdıranda alınır. Böyük B, böyük B, böyük B, kiçik B, böyük B, kiçik B və kiçik B, kiçik B. C'ləri də çarpazlaşdıranda böyük C, böyük C, böyük C, kiçik C, böyük C, kiçik C və kiçik C, kiçik C. İndi bunun alınma ehtimalına bax. Bu genotipin alınma ehtimalına baxıram. Əgər böyük A kiçik A olanda, diqqətlə baxın. Böyük A kiçik A olanda böyük A kiçik A'nın alınma ehtimalı 2'də 1 və o zaman kiçik B kiçik B'nin alınma ehtimalı 4'də 1. Kiçik C kiçik C'nin alınma ehtimalı olur 4'də 1. Bərabərdir. Bu elədir 32'də 1. Eynisi ilə B'lərdən də kiçik A kiçik A'nın alınma ehtimalı buradan 4'də 1. Böyük B kiçik B'nin alınma ehtimalı 2'də 1. Kiçik C kiçik C'nin alınma ehtimalı 4'də 1. Yenə bu da eləyir 32'də 1. C'lərə gəlirik. Kiçik A kiçik A'nın alınma ehtimalı 4'də 1. Kiçik B kiçik B'nin alınma ehtimalı 4'də 1. Böyük C kiçik C'nin alınma ehtimalı 2'də 1. O da vuranda eləyir 32'də 1. Hər biri 32'də 1'dir. 32'də 1, 32'də 1, 32'də 1. Bunları toplayırıq. 32'də 1'i toplayanda, yəni vuram 3'ə bərabər eləyəcəkdir 32'də 3'ə. Bir də dişi olma ehtimalı da 2'də 1, o da bərabərdir 64'də 3'ə. Bu da bir üsuldur. Buna da gedə bilərsiniz. 2 üsulun ikisi də özünün doğruludur. Və yaxud dediyim qısa yolla gedən üsul daha səmərəlidir sizə. 64 kombinasiya alınır. Hərəsindən 2 dənədir. Və o zaman 64'də 6 eləyəcək. Onu da vuracaqsınız 2'yə. 128'də 6 ixtisar gedir. 64'də 3 cavabı almış olur. Keçək növbəti sualımıza. İndi 3 sərbəst əlamətə görə fenotipi MZK olan bir canlının genotipi aşağıda verilən hansı canlılarla çarpazlaşdırıldıqda müəyyən edilə bilər soruşur bizdən. Baxaq indi bunun MZK ilə çarpazlaşdırın. Bəli. Kiçik M-lə çarpazlaşdırarkən kiçik M-lə çarpazlaşdırarkən M-i üzə çıxarda bilərəm. Baxaram görüm bu heteroziqotdur yoxsa homoziqotdur. Bunu deyə bilərəm. Sonra zaten kiçik Z mənə bəllidir. Bu aydın məsələdir. Amma K-nı burada ikisi də böyük K olduğuna görə bunun kiçik K'sı olsa belə o gizli qalacaq. Onu ortaya çıxarda bilməyəcəm. Ona görə 1 ola bilməz. Bu getdi. Sonra gəldik MZK fenotipi ilə çarpazlaşdırın. Bəli, kiçik M olduğu üçün bunun kiçik M olsa, kiçik M əlamət çıxarsa müəyyən edə bilərəm. Z zaten resessivdir, onu müəyyən edə bilərəm. Bunun da kiçik K'sı varsa, bu kiçik K ilə birləşib, burada resessiv əlamət üzə çıxa bilər. Bunu götürdüm. Eyni M-ə baxıram. Bunun kiçik M-i, əgər bunun kiçik M-i varsa üzə çıxacaq. Zaten mən bunu ehtiyacım yoxdur analizə, çünki bu resessivdir. Və sonda gələm kiçik K-ya, bəli, bunun kiçik K-sı olsa ortaya çıxarda biləcəm. Ona görə burada doğru cavabımız 2, 3 cavabı olmuş olur deyəcəksiniz. 11-ci sual. 11-ci sualda bizə nəyi verəcək indi burada? Eyni xromosom üzərində A, B, C, D genləri arasında crossover ehtimalları aşağı kimidir? Baxıram, ən böyük ehtimal A ilə C-nin arasındadır. Nə qədərdir? 20%-ə qədərdir burada. AC hər birinə aralıdır. Bunu zaten vurduq, getdi. Bunu da sildim, getdi. İkinci, ən çox ehtimal A ilə B-nin arasındadır. A ilə B-nin arasında olduğuna görə bu da getdi. A ilə B burada daha qısadır. Bu getdi. Deməli, bu da getdi. Elə aydın qısa məsələ cavab D bəndi, C bəndi eləmiş olur. Çünki bunlarda bir-birinə
Daha uzaqlar A ilə B. Birinci A ilə C uzaqdır. Təbii ki, sonra A ilə B bir-birinə daha uzaq olacaqdır. 12-ci sual. B qan qruplu rəvanın qan plazması Akif ilə Banunun qanlarına damladıldı. Təbii ki, B qan qruplu rəvanın qan plazmasında anti-A var. Anti-A damladıldı, Akifdə çökmə oldu. O deməkdir ki, Akifdə A var. Amma Banuda isə B damladıldı, heç bir çökmə olmadı. Bu o deməkdir ki, Banu B ola bilər. Və yaxud da Banu O ola bilər. Bax, nə damlatmışam mən buna? Anti-A damlatmışam. Anti-A damlatmışam deyə bu çöküb. Bura. Demək ki, Akifin A'sı var ki, o çökübdür. Amma Banuda çökmübdür. Akif A da ola bilər. Akif A, B də ola bilər. Çünki B'nin təsirindən B qrupunu çökülüb, anti-A'nın təsirindən çökübdür. Amma Banuda çökmüb. Demək, Banuda A antigeni ümumiyyətcə yoxdur. İndi bizə sual verir buradan. Deyir ki, hansı ola bilməz? Baxın, mən buradan yazdım. Zaten Akif ya 2'dir ya da eyni zamanda 4'tür. Banu ise ya 3'tür ya da dersiniz ki 1'dir. Baxırıq indi. 2 Akif ola bilər, 3 Banu ola bilər. Bu getdi. Düzün, bunlar mümkündür. Bu ola bilər. Baxıram, Akif AB demişdim. Ola bilər. Banu da O ola bilər. Bu da getdi. Akif B ola bilərmi? Mümkün deyil axı. Akif ya ikinci qan qrupudur, ya da dördüncü qan qrupudur. Ona görə bu ola bilməz. Cavab C variantı olacaqdır. Keçdik növbəti sualımıza. Bir ananın iki müxtəlif uşağının inkişaf sxemi verilmişdir. Ayrı-ayrı yumurta əkizlərini görürsünüz? Buradan yox. Eyni yumurta əkizləri kimi görürsünüz. İki müxtəlif uşağın inkişaf sxemi verilmişdir. Birincisinin içindədir. Sxemə əsasən X və Y dölləri ilə əlaqəli hansı fikir doğrudur deyir. Cinsiyyətləri, göz rəngləri və qan qrupları eynidir. Bəli, çünki bir yumurta hüceyrədən başlanğıc götürdülər. Əmələ gəlmələrində qamçıya malik bir hüceyrə iştirak etdi. Bəli, bir dənə yumurta hüceyrə, bir dənə spermatozoid iştirak etdi. Bir ciftin daxilində eyni göbək ciyəsi ilə qidanlar xeyr. Eyni yumurta əkizlərinin hər birinin ayrı-ayrı göbək ciyəsi olur. Ona görə bu səhvdir. Cavab D variantını götürəcəyik. 14-cü sual. İlişikli iki əlamətə görə heterozigot olan fərdin eyni nisbətdə 4 qamet əmələ gətirməsinin ən əsas səbəbi nədir? İlişiklidirsə, 4 dənə eyni nisbətdə qamət əmələ gətirirsə, demək ki, bunlar bir-birindən daha aralı yerləşib ki, Krasingover olma ehtimalı daha yüksəkdir. Ona görə də bərabər miqdarda, nisbətdə daha doğrusu, qamət əmələ gətirirlər. O cavabı tapmalıyıq. Eyni xromosom üzərində genlər bir-birindən uzaq məsafədə yerləşib. Doğru cavabımız D variantı olur. 15-ci sual. 2 diheterozigot sarı hamar noxudların çarpazlaşması zamanı əmələ gələn hər iki əlamətə görə homozigot olan fərdlərin hamısı yaşama qabiliyyətinə malik olmamışdır. Hər iki əlamətə görə homozigot olan fərdlər hansılardır? 1, 1, 1, birlərdir. Yəni, böyük A, böyük A, böyük B, böyük B'dir. Yəni, böyük A, böyük A. Verim. Böyük A, böyük A, kiçik B, kiçik B'dir. Yəni, kiçik A, böyük B, böyük B'dir. Bir də kiçik A, kiçik B, kiçik B'dir.
Bax bunlardır. Zaten fenotip nisbəti 9, 3, 3, 1 kimi olur burada. Əgər fenotip nisbəti 901-dirsə, bu birinci homozigot olan fərd sarı hamardır. Deməli, sarı hamardan eyni zamanda bir dənəsi məhv olacaqdır. Sarı hamardan bir dənəsi məhv olacaqdır. Burada nədir məsələ? Deyir ki, bizə hər iki əlamətə görə homozigot olan fərdlərin hamısı yaşama qabiliyyətinə malik olmamışdır. Bu zaman fenotip nisbəti 9, 301 idi. Sarı hamarın biri getdi. Bura baxıram, sarı qırışıqdır. Sarı qırışığın da biri məhv olur. Yaşıl hamardır. Yaşıl hamarın da biri məhv olur. Yaşıl qırışıqdır. Bunun da biri məhv olur. Sarı hamarın məhv olsa bunun biri gedər. 9'un bir dənəsi məhv olar. Yerində qalar 8 dənəsi. Sonra sarı qırışığın biri gedər. Yerinə qalar 2 dənəsi. Yaşıl hamarın biri gedər. Yerinə qalar 2 dənəsi. Amma burada yaşıl qırışıq zaten bir dənədir. O bir dənəsi də məhv olar. 8, 2, 2 ixtisar gedər. 4, 1, 1 nisbəti olmuş olur. 16-cı sual. Baxırıq. Ailədə olan iki bacıdan birinin qan plazmasında həm anti-A, həm də anti-B var. Deməli, biri bacılardan biri birinci qan qrupudur. Digər bacının qan plazmasında heç bir antitelə rast gəlinmir. Yəni, o birisi də A, B-yə bərabərdir. Deməli, uşaqların birinin birinci qan qrupu, birinin dördüncü qan qrupu olması hansı şərt daxilində ola bilir? Yalnız valideynləri ikinci və üçüncü qan qrupu olanda. Atasının ikinci qan qrupu olma ehtimalı isə də, əgər atası 2 olsa, anası 3 olacaq. Yoxsa anası 2 olsa, atası 3 olacaq. Yəni 50-nin 50-yədir. Ona görə doğru cavab kimi A variantını götürəcəyik burada. Keçdik növbəti sualımıza. 2n bərabərdir 10 xromosomlu erkək fərddə ait bir ilkin cinsi hüceyrədə baş verən meyoz bölünmənin birinci anafaza mərhələsində bir cüt xromosom ayrılmayaraq eyni qütbə çəkilmişdir. Buna görə bu fərdin əmələ gətirə biləcəyi spermatozoidlər hansı ola bilər? 10 dənədir. O zaman belə eləyib də 6'sı çəkilib bir qütbə, 4'ü çəkilib bir qütbə. Yenə də bölünəndə 6, 6 və 4, 4 olaraq gedəcəkdir. Baxıram mən də hansı ola bilər gətirəcək qamətlər. 6'dır, 2 ola bilər. Sonra 6'dır, ola bilər və 4'dür, ola bilər. Ona görə cavab D variantı götürəcək. 18-ci sual. Allel genlərin homoloji xromosomlar üzərində yerləşməsi aşağıdakı kimi olan canlılardan hansı 16 növ müxtəlif qamet verər? Krasinqo ver, yoxdur deyir. Yox desə Vurmam qapıya. bir dəqiqə ama səsi bağlayan zəhmət olmasa bu getdi. Yoxdursa. Bu da 2 növ, bu da 2 növ, bu da 2 növ. Bu 8'in verir, bu da getdi. Bu 2 növ, bu da 2 növ, bu da getdi. Bu 2 növ, bu da 2 növ, bu da getdi. Zaten buradan hər şey bəllidir onsuz bizə. 4 əlamətin 4'üne görə də heterozigot olmalıdır. Bu da 1, 2, 3, 4.
İlişkili deyirlər, sərbəstdirlər və 4-ünə görə də heteroziqotlar 2 üstü 4 16 növ qaməti verəcək. 19. Aşağıdakı nəsil ağacında bir ailənin nəsil ağacı verilmişdir. X və Y fərdlərin eyni qan qrupuna malik olma ehtimalı neçədir? Baxıram. Üçüncü qan qrupu dünyaya gəlib və birinci qan qrupu dünyaya gəlib. Bayaqki məsələ dediyim kimi. Bu mütləq AO olmalıdır. Adı da zaten. Bu da BO olmalıdır ki, bunlardan həm BO, həm də OO dünyaya gəlsin. Burada da dördüncü qan qrupla X qan qrupuna malik olan bir fərd ailə həyatı qrupu. Bunlardan üçüncü qan qrupu, bir də ikinci qan qrupu dünyaya gəlibdir. Və AO əmələ gəlib. Bu nədir? Bu X fərdi. O ola bilərmi? Ola bilər. Məsələn, bunun B'si ilə bunun O'su B'ni, bunun A'sı ilə bunun da O'su A10 əmələ gətirə bilər. Bu fərd BO ola bilərmi? Ola bilər. Çünki AB ilə BO'da bu ikisi alına bilir. Və ya da bu fərd A ola bilərmi? AO ola bilərmi? Ola bilər. Məsələn, bu B'si ilə bunun O'su birləşər, B-ni əmələ gətirər. Bunun da ki, A'sı ilə O'su A10 əmələ gətirə bilər. X bunlar ola bilər. Bizim Y-imiz üçüncü qan qrupudur. Burada da eyni olma ehtimalı neçədir? 3-dən biridir də zaten. Demək, ehtimal 3-də 1'dir. Ona görə doğru cavabımız C variantı 19'da eləyəcəkdir. 20-ci suala baxırıq. Aşağıdakı bir qadına aid cinsiyyət xromosomları və bəzi genlər verilmişdir. Bu qadınla əlaqəli veriləndən hansı doğru deyil? Atası mütləq rəng korudur. Amma hemofiliya olmaya bilər. Atası soruşur bizə. Baxıram indi. Atası rəng korudur. Çünki ikisi baxın alıbdır. Görürsünüz? İkisində də rəng koru alıb X-dən. Bu doğru. Amma hemofiliya olmaya bilər. Bəli. Məsələn, bu X-i atasından alsa, atası hemofiliya deyilmiş, sağlamaymış. İkinci, B bəndə baxıram. Hemofiliya və rəng koru olan bir kişi ilə evliliyindən hemofiliya rəng koru övladın doğulma ehtimalı 4'də 1'dir. Aha. Diqqətlə baxırıq. Hemofiliya və rəng koru olan bir kişi ilə o zaman birinci hemofiliyaya görə baxıram. X böyük H, X kiçik H. Buradan. Çarpazlaşır hemofiliya olan bir kişi ilə X kiçik H, Y ilə. Alınır buradan. X böyük H, X kiçik H, X böyük H, Y, X kiçik H, X kiçik H, X kiçik H, Y. Hemofiliya rəng koru bir övladın doğulma ehtimalı. Burada hemofiliya övladın doğulma ehtimalı 2'də 1'dir. Hal-hazırda. İndi rəng koruna görə baxırıq. Yəni, rəng koru kişi ilə də ailə həyatı qursa, X kiçik R, X kiçik R, X kiçik R, Y. Burada olan bütün uşaqlar nə olacaq? Rəng kor olacaqdır. O da olur 1. Deməli 4'də 1 yox, 2'də 1 imiş. Doğru cavabımız B variantı olmuş olur 20-ci suala. 21-ci suala keçək indi. Diplot xromosom sayı 2N bərabərdir 16'ya. Bir məməli heyvan növündə hansı qametlərin birləşməsindən erkək fərd əmələ gəlir? Məməlidə erkəyin əmələ gəlməsi XY olmalıdır. XY olmalıdır. Deyirik. 16 olsun ha cəmləri. Görünür də bizə. 7, 7, 14, ikisindən də Y 16. Doğru cavab 21'də C variantı eləmiş olur. 22-ci sual. Bir ailədə anası daltonik olmayan daltonik bir qız uşağı
doğulmuşdur. Anası daltonik değilsə, demək ki, atası daltonik imiş. Bax, ana daltonik değil ama daşıyıcıdır ki ata da daltonik imiş ki buradan daltonik kız dünyaya gəlibdir. Soruşur məndən indi burada hansı doğrudur cümlesini verir bizə. Sual. Atası 100% daltonikdir. Bunun qaçılmazdır. Bu aydın məsələdir. Anası daltonik geninə görə heterozigotdur. Bəli. Çünki daşıyıcıymış. Bu da qaçılmazdır. Bu ailədə oğlan uşaqlarının, baxırıq indi, bu ailədə oğlan uşaqlarının daltonik olma ehtimalı 25%'dir. Baxırıq, oğlan uşaqlarının daltonik olma ehtimalı. Ne alınır buradan? Alınır x böyük D, x kiçik D, x böyük D, y, x kiçik D, x kiçik D, x kiçik D, y. Oğlanların 25%'i değil de, deyək ki, ayda oğlanların daltonik olma ehtimalı 25%'dir. Oğlan uşaqlarının ha. Oğlan uşaqlarının 50% daltonikdir. Bu getdi. Ondan sonra bir də baxırıq. Qız uşaqlarının daltonik olma ehtimalı 50%'dir. Qızın da bu sağlam, bu isə xəstə. Bu da doğrudur. Cavab o zaman bunu götürəcəyik burada. Tamam. Davam eləyək sonra. Baxırıq. 20 hansı bənd oldu? 1, 2, 4 D variantı olmuş oldu. 22-ci sual yazdıq. 23-cü suala baxacağıq. 9000 nəfərlik bir kənddə insanların 40%-i bütün insanlara qan verər. Bu birinci qan qrupudur. 10%-i bütün insandan qan ala bilər. 10%-i, yəni 900 dənəsi AB dördüncü qan qrupudur. Yerdə qaldı 50%. 9000'in 50%, 4500 edir. Qalan insanların yarısının eritrositlərində yalnız B antigeni. 4500'ün yarısı. 2250'si üçüncü qan qrupudur. 2250'si də ikinci qan qrupudur. Burada bizdən A antigenini rast gələnlər soruşur. A antigeni bu 900'ünde var. Bir de 2250'sinde var. Ona göre doğru cevap 3150 olacaktır. 23-cü suala baxaq. Gedir. Pişiklərdə sarı və qara tük rəngi genləri arasında natamam dominantlıq vardır. Bilirsiniz ki, burada heterozigot olanda alabula əmələ gəlir. X xromosomu daşınır. Bu da yalnız dişilər alabula olur. Normal halda alabula fərdlər yalnız dişlər olur. Ancaq sarı dişi fərdlə qara erkək fərdin, baxın, sarı dişi fərdlə, yəni X kiçik B, nə oldu sənə yəni? X kiçik B ilə X kiçik B çarpazlaşanda nələr çarpazlaşır burada? Deməli, ancaq sarı dişi fərddə qara erkək fərdi. Qara erkək fərddə X böyük B, Y. Bunların çarpazlaşmasından anormallıq nəticəsində alabula olan bir dənə erkək fərd dünyaya gəlib. Bu halın meydana gəlməsində iştirak edən qametlər haqqında hansı fikir doğrudur? Alabula erkəyin əmələ gəlməsi üçün X böyük B, X kiçik B, Y olmalıdır. Deməli, erkəyin xromosomları qütublərə çəkilməyibdir. Çəkilsəydi, bu anormal hal meydana gəlməzdi. Dişinin normal yumurta hüceyrəsi olub. Nə? X kiçik B yumurta hüceyrədir. Üstə gəlinsin X
Böyük B, Y. Yəni normal yumurta hüceyrə ilə anormal spermatozoid birləşibdir. Ona görə nə deyirik? Normal yumurta hüceyrəsi ilə cinsi xromosomlar ayrılmamış spermatozoid birləşmişdir deyəsiniz. Ona görə doğru cavab kimi buradan da götürürsünüz D variantı. Keçək növbəti sual. 25-ci sual. 25-də qadının genotipi budur. Bu qadın uşağının fenotipi A, B, D, Y, X, Y kimidir. Verilənə əsasən bu uşağın əmələ gəlməsində iştirak edən spermatozoidin genotipi aşağıdakıdan hansı ola bilər soruşur. Əgər qadın A-dırsa genotipinə görə bu ola bilərmi? Ola bilər. Bu da ola bilər. Bu da ola bilər. Kiçik Y də ola bilər. Və X-dir zaten. Qadın onsuz da X-i daşıyır. Yəni başqa bir şey daşımayacaq da hansı ola bilər soruşur bizə. Bu qadın uşağının fenotipi və budur. Hə. Spermatozoidin genotipi aşağıda hansı ola bilər? Baxaq, kiçik A ola bilərmi? Ananın böyük A-sı ilə bunun kiçik A-sı birləşsə A fenotipi ola bilər. Ananın kiçik B-si ilə bunun kiçik B-si birləşsə bu da ola bilər. Amma burada bir şey var. Y Genotip axtar. burada. Əmələ gəlməsi iştirak edən spermatozoidin genotipi. Spermatozoid heç vaxt X deyil axı. Çünki burada oğlan uşağı dünyaya gəlibdir. Ona görə bu getdi. Gəlik B-yə baxırıq. A ola bilərmi? Bəli, ola bilər. B ola bilərmi? Bəli, ola bilər. D ola bilərmi? Xeyr. Ola bilməz çünki bu kiçik D idi. Buradan böyük D dünyaya gəlib. Deməli bu da getdi. Kiçik A ola bilərmi? Bəli, atasından, anasından böyük A-nı ala bilər. Kiçik B ola bilərmi? Bəli. Böyük D ola bilərmi? Bəli, zaten burada böyük D var. Kiçik Y də hər ikisində var. Bir də ikisi. Doğru cavab C variantı olur. Bu ola bilir. 26-cı. Patal sindromlu insana ait deyil. Pataldan söhbət gedir. Patalda ürək kamera ara kəsməndə qüsurlar olacaq. Böyrək çatışmazlığı, digər orqanlarda, daxili orqanlara çatışmazlıq olacaq. Cinsiyyət üzvlərində çatışmazlıq olacaq. Üzdə zaten qüsurlar olacaq. Amma boyun əzərinin çiynə qədər genişlənməsi bu Şeykerski-Ternerin əlamətidir. Bunun əlamət deyil. 27-ci sual. Aşağıdakı sınaq şüşələrinə 4 fərqli qan plazmasından alınan nümunələr qoyulmuşdur. Sınaq şüşələrindəki qan plazmasının soruşur bizdən. İçərisində olan antitellərin növ müxtəlifliyi ən çox birdədir. Antitel ən çox birdədirsə deməli bir mənfidir. Mənfi birdir özdə. Çünki mənfi birdə həm anti-A, həm anti-B, həm də anti-D olur. Ona görə birinci mənfi bir olanları saxlayacağım. Qalanları siləcəm, gedəcək. Sonra 4-dədir. 4-ə baxıram. 4-də nə var? A müsbət var. Burada A mənfi var. A mənfi varsa deməli onun qanının plazmasında həm anti-B var, həm anti-D var. Bu düz gələ bilir. Yəni 1-də 3 dənədir, 4-də 2 dənədir. Sonra ikinciyə baxırıq. İkinci BRH müsbət nəyi var? Sadəcə anti-A'sı var. Yəni bir dənəsi var. Sonra üçüncüyə baxıram. ABRH mənfi. Yəni heç nəyi yoxdur, sıfırdır. Ona görə doğru cavab D variantını buradan götürəcəm. Üçüncüdə çoxdur çünki şeydən. 4-dən. Ona görə bu bəndi götürəcəm. D variantı olur 27-ci sualda. Keçək 28-ci suala baxaq. Anti-A antiteli var. Hansı qan qrupuna malik insanın qanı damladıqda aqrutasiya baş verə bilər? Anti-A var. Mən burada hansını damlatsam bu baş verə bilər? Həm 4-cü qan qrupun tərkibində A var, həm də 2-ci qan qrupun tərkibində A var. Ona görə C-ni götürəcəyik. 29-cu sual. Gen mutasiyası zamanı əmələ gələn xəstəlikdir, deyir. Burada bizə. Mən baxıram,
Kromosom mutasiyasıdır. Bunlar, bu da Edwards sindromu genomdur, patogenomdur. Amma əzələ atrofiyası gen mutasiyası zamanı meydana çıxmış olur. 30-cu suala baxaq. İki heterozigot fərdin çarpazlaşmasından əmələ gələn fərdlərin hansı hissəsi dominant əlamətlərin yalnız birinə malikdir? Genlər ilişikli deyil, tam dominantlıq mövcuddur. 9, 3, 3, 1. Dominant əlamətlərin yalnız birinə, hər iki əlamətə malikdir. 3 dənəsi sarı, qırışıq, sadəcə sarıya malikdir. Ondan sonra yaşıl, hamar, sadəcə hamara malikdir. 16-da 6. İxtisarda gedəndə 8-də 3 eləmiş olacaqdır. 31-ci sual. Hansı növ qameti əmələ gətirmə ehtimalı daha yüksəkdir? Təbii ki, Krasinqoversiz olanlar. Hansıdır Krasinqoversiz olanlar? ABB ümumiyyətlə əmələ gətirməz. AB-ni əmələ gətirmək üçün Krasinqover olmalıdır. Buradan kiçik A, kiçik B-ni əmələ gətirmək üçün Krasinqover olmalıdır. Bunun isə Krasinqover olmalıdır. Amma bunu əmələ gətirmək üçün heç bir Krasinqover ehtiyac yoxdur. A, B və bir də C. Sərbəst şəkildə. 32-ci sual. İki trihibrid fərdin çarpazlaşmasından F1 nəslində bütün əlamətlərə görə heterozigot fərdlərin əmələ gəlmə ehtimalı neçədir? Çarpazlaşdıraq. Yəni, bütün əlamətlərə görə heterozigot əmələ gəlmə ehtimalı neçədir? Təbii ki, biz bütün əlamətlərə görə heterozigot deyiriksə, məsəl üçün, böyük A, kiçik A ilə çarpazlaşanda böyük A, kiçik A alınır. Böyük A, böyük A, böyük A, kiçik A, böyük A, kiçik A, kiçik A, kiçik A. Burada nisbət 2-də 1-dir. Eyni şey ikinci əlamətə görə də olsa 2-də 1 olacaq. Eyni şey üçüncü əlamətə görə olsa yenə 2-də 1 olacaq. Demək, cavab 8-də 1 ehtimal edir. 32-ci sual. Sxemə görə ana arının homozigot genotipli olma ehtimalı neçədir? Homozigot olma ehtimalı neçədir? Erkək arı A fenotiplidir. Ana arı A fenotip əmələ gətiribdir. Bu nə ola bilər? Ana arı bizə, əgər A fenotipi arının dünyaya gəlməsi, bu nə ola bilər? Bu ya böyük A, böyük A-dır, ya da böyük A, kiçik A-dır. Homozigot olma ehtimalı 2-də 1-ə bərabər olmuş olur. Keçdik 34-cü suala. İnsanlarda kişi və qadın fərdlər arasında aşağıdakı verilən faktorun hansına görə mütləq şəkildə fərq var, deyir. Ümumi xromosom sayımız bərabərdir. O da X-ə malikdir, mən də X-ə malikəm. Sadəcə o ikisi də malikdir, mən birinə malikəm. Mənim də alsım xromosomların geni idarə olunur, onun da alsım xromosomların geni idarə olunur. X cinsi xromosom ilə idarə olunan məndə də var, məsələn, hemofiliya, onda da var. Düzdürmü? Amma ümumi gen sayı bəli fərqlənəcək. Çünki onun da X-də ümumi digəri də məndə isə Y-də fərqli olacaqdır. Ona görə doğru cavab burada Y bəndi olaraq götürəcəyik. Bəli. Sonra 35-ci tapşırığa gəlirik. Aşağıdakı nəsildə soruşur bizdən. Əlamətə malik fərdlər hansı rənglə verilmişdir? Burada təbii ki, iki sağlamdan əgər xəstə dünyaya gəlibsə, nə ola bilər? X xromosomu ilişki resesiv. Bu ola bilməz. Əgər X-lə ilişkili olan resesiv əlamətdə ata sağlamdırsa, qız heç bir zaman xəstə doğula bilməz. Ona görə bu səhvdir. Autosom resesiv bir gendir, bəli. Böyük A, kiçik A ilə böyük A, kiçik A çarpazlaşıb övladların hamısı kiçik A, kiçik A-lı doğulubdur. Bu doğrudur. Bunu götürdüm. Autosom xromosomla ötürülən qeyri-tamdon. Bu da ola bilər. Yəni, bu da ola bilər. Bir əlamət tutar ki, qeyri-tam növbət nəsil olsun. Misal üçün, bunu götürülən böyük A, böyük A, bunu götürülən kiçik A, kiçik A.
Elə valideyn, övladların da hamısı böyük ya kiçik yağlı olar və valideynlərdə olmayan əlamət üzə çıxa bilər. Dominant olsaydı valideyndə olardı. 4 də olmaz. Cavab 2, 3 cavabı olmuş olur. 36. Vitamin mübadiləsinin pozulması deyir bizə. İndi burada. Meydana çıxan xəstəlikdir. Aydın məsələdir. Hemosiduriya vitamin mübadiləsinin pozulması zamanı meydana çıxan xəstəlikdir. Sitogenetik üsulla öyrənilmişdir, deyir. Şəkərli diabet deyil. Biz ki, sitogenetik üsulla xromosom sayı öyrənilir. Ona görə də xromosom sayının artıq olması Patal sindromunda var. Cavab Y bəndi olur. 38-ci sual. Boz rəngli ada dovşanlarının neçə növ müxtəlif genotipi ola bilər? Böyük C, böyük C, böyük A, böyük A, böyük C, kiçik C, böyük A, böyük A, böyük C, kiçik C, böyük A, kiçik A, sonra böyük C, böyük C, böyük A, kiçik A. Buradan soruşur bizdəki neçəsi? Zaten bir tanesi qaldı mı? Baxın, böyük C, böyük C, böyük A, böyük A, böyük C, kiçik C. Burada 38'də bizdəki var mı? Buradan deməli. Bundan bir dənədir. Bundan iki dənədir. Bundan 4 dənədir. Bundan da 2 dənədir. Toplam 9 eləyir, qalmadı yerdə. Cavab C variantı götürəcəm. Talasemiya xəstəliyi haqqında yanlış mülahizələr seçin. Resesivdirmi? Bəli. Talasemiya resesivdir olaraq vurğuluyorsunuzmu? Buradan haqqında yanlışı soruşur. Bu doğrudur. Bunu qoydum qırağa. Cinsiyyətlə ilişki keçmir. Bu səhvdir. İki forması var? Bəli. Böyük talasemiya, kiçik talasemiya. Bu da doğrudur. Dominant deyil, resesivdir. Zaten bu da səhvdir. Mən də yanlışı soruşuna görə 2-4'ü götürəcəm. 40-cı sual. İbarət bir qəsəbədə O qan qrupuna malik olan insanlar rast gəlmə tezliyi 25%'dir. O bərabərdir 0'dan %25'e. O da buradan bərabərdir 0'dan 5'e. Bunu qəbul etdik. B antigeninin ise rast gəlmə tezliyi 0,2'dir. O zaman A qaldı yerdə. A'nın da rast gəlmə tezliyi bunlar 7 eləyir. Yerdə qaldı 3'e. Qəsəbədə A antigenini daşıyan insanların A 2 o heterozigotdan rast gəlmə tezliyi həmişə homozigotlardan 2 dəfə artıqdır. Ona görə 2 yazıram. Və bir də 2 AB bərabərdir. 3 vur 3. 9%. Bu eləyəcək. 2 vurulsun 0'dan 3'e. O da vurulsun 0'dan 5'e. Bərabərdir. 30%. Bu eləyəcək. 16 bunu 5. 30% edəcək. 2'ni vuram 0'dan 3'e. Onu da vuram 0'dan 2'ye. 12% de bu eləyəcək. Deməli 9%. Üstə gəlinsin 30%. Üstə gəlsin 12%. Bərabərdir. Birlikdə 51% eləyir. 51% də eləyərsə 4000'in 51%'ni tapacağıq. 4000'i vuracam 2040 eləyir mən. 51'e böləcəm 100'e. O da 2040 eləmiş olur. Tamam. Bu da bizim 40-cı sualın izahı.